Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Bizləri TikTok platformasından və YouTube kanalından izləyən izləyicilərimiz. Biz hal-hazırda əsasını Bakı-Qazax yolunun 184-cü kilometrindən götürən bu yoldayıq. Bu yolda çox ciddi problemlər var. Bu problemlərdən ən əsası da bu yolun sağ və sol mühafizə zolağının bax beləsinə çoxlamış alıb altına məhv eləyir yolu. Yəni bu yolda avtomobilim, mənim özüm də bu kənddənəm. Mənim maşınım bu yolda, yəni ciddi nasazlıq yaranıb avtomobildə. Mən məcburam ki, bu yolda hara çəkim bu maşını. Yolun sağ mühafizə zolağı da, sol mühafizə zolağı da. Baxın görün nə gündədir. Yəni burada hamısı ilan, digər vəhşi heyvanlar gizlənir. Bunun axşamı var, gündüzü var. Kürdəmir rayon yol idarəsinin rəhbərliyi sizdən xahiş edirik. Bu yolların təmizlənməsi ilə bağlı bir ciddi tədbir görəsiniz. Tək sənəd üstündə bu yolun təmizliyinə baxan, bu yoldan adi zibillər, dəfələrlə mən olub ki, buradan vəhşi heyvanları özüm əlimlə götürmüşəm. Yəni bu biabırçılıqdır. Sənəd üstündə hər biri əmək haqqı alır, amma heç bir iş görülmür. Bunun yaxşı adını nə qoyaq? Biz avtomobilimizi hara çəkək? Mən avtomobili çəkmişəm, sadəcə olaraq sözün əsasında avtomobildən qorxuram gedib kapotun altında maşına baxıb maşını işləyəm. Çünki sağ tərəf, sol tərəf hamısı yoldur. Yolun mühafizə zolağı da bu gündədir. Bu Kürdəmir rayonu yol idarəsi hara baxır? Nədir buna səbəb?